Aylıq market xərcləriniz nə qədərdir? Siz misal üçün düşünmürsünüz ki, əgər keçən ay alış-veriş elədiyiniz marketləri başqa bir marketdə eləsəydiniz, nə qədər qənaət edə bilərdiniz və aldığınız məhsullardan asılı olaraq bəzi marketlərin məhsulları daha ucuza verilir, bəziləri daha baha verir. Qruplaşdırmaq və kateqoriyalaşdırmaq çox vacibdir. Bəzilərinə bu gülməli gələ bilər ki, xırdaçılıqdır, amma böyük məbləğlərdə alış-veriş edənlər üçün gərək hansı məhsullar hansı marketdə olduğunu bilmək, ucuz olduğunu bilmək çox önəmlidir. Bəzi insanlar endirimə görə gedirlər bəzi marketlərə, amma oradakı endirim də sizi çaşdırmasın. Elə ola bilər ki, bir marketdə olan endirim digər marketdə endirimsiz olan qiymətdən də baha ola bilər. Ona görə də burada diqqətli olmaq lazımdır. Bir də marketlərdə ən önəmli verməli olduğunuz məsələ odur ki, rəfdə olan qiymətlə kassada vurulan qiymətlərdə bəzən fərqliliklər yarana bilər. Ona görə də hər zaman hansı ki məhsulu xüsusən yeyib alırsınız, onu mütləq çekdə onu yoxlayın ki, aldanmayasınız. Video faydalı olsa dostlarınıza göndərin ki, onlar da faydalansınlar.